ölənlərin də bizə ehtiyacı var, biləsiniz. Bir dənə hədis 2-3 gün bundan qabaq çıxdı, qeyd elədim. Qoy sizə deyim. Məl meyyit fi qəbrihi illa kəl qəriq əl-mətxuz. Meyyit, yəni dünyasını dəyişmiş insan qəbirdə bənzəyir suda boğulan insana. Suda boğulan insan necə çalışır, nəsə verir, əlin, kimsə tutsun əlindən, necə can qoyur. Elə bütün vücudu ilə çalışır xilas olsun. Kim əlini uzatsa tutar əlindən ki, təki çıxsın. Deyir, o qəbirdə olan insan o cürəndə qəriqdir, ehtiyacı var. Boğulan insan kimi ehtiyacı var. Necə? Davamında buyurur, yəntəzir dəvətən. Bir dənə dua gözləyir ki, kimsə o dua eləsin. Yəntəzir, müntəzirdir. Allah, bir dənə dua eləyədi kaş. Tələhəquhu min əbihi, kaş atam dua eləyən, kaş əxihi, qardaşı, o sadiqəllə, kaş dostum məni dua eləyəydi. Fə izə ləhiqəthu, bir nəfər dua eləsə onu, indi duasını orada Allah işlədə bərzəxdən. Kimsə o dua elədi. Kənət əhabbu eləyh minət dünya və mafiha. Onun bir dənə duası bütün dünyadan ona qiymətlidir. Bir dənə duası. O qədər gözləyir bizdən dua. Ona görə unutmayın. İnnə hədayəl əhyalil əmvat. Peyğəmbər buyurur, dirilərin ölülərə hədiyyəsi əd-dua vəl-istiğfar. Məsələn, biri duadır, biri onlar üçün bağışlanmaq diləməkdir, istiğfar. Bu Peyğəmbər sözüdür. Hərdən hissi olar bağışlanmaq diləyək. Peyğəmbər deyin, narahat olmayın.